İngiltərə hökuməti Suriyada kimyəvi silahın tətbiq edilməsinə görə BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi qətnamə layihəsi müzakirə olunarkən qalmaqal yaşanıb. Qətnamə layihəsi müzakirə edilən zaman Rusiya və Çin nümayəndə heyəti iclası tərk edib. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samantha Power keçirilən qapalı iclasda Suriyada təxirə salınmaz addımların atılmasına çağırıb. İngiltərənin baş naziri David Cameron BMT nizamnaməsinin 7-ci maddəsini əsas gətirərək Təhlükəsizlik Şurasının dərhal tədbirlər görməli olduğunu bildirib. Böyük Britaniyanın Xarici İşlər naziri William Hague çıxışında Suriya hökumətinin dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə etməsinin fakt olduğunu və BMT Təhlükəsizlik Şurasının buna görə məsuliyyəti üzərinə götürməli olduğunu deyib. Türkiyənin Xarici İşlər naziri Əhməd Davutoğlu çıxışında Rusiya və Çin nümayəndə heyətinin iclası tərk etməsinə reaksiya verərək bu gün ucuz siyasət aparmaq lazım deyil deyə bildirib. Türk diplomat kəşfiyyat məlumatlarında Suriya rejiminin dinc insanlara qarşı kimyəvi silahdan istifadə etdiyinin sübut olunduğunu deyib. Rusiya və Çin BMT Təhlükəsizlik Şurasının iclasını tərk etsələr də vətəndaşlarını Suriyaya getməməyə çağırıb. Qeyd edək ki, Böyük Britaniyanın hazırladığı qətnamədə Suriyadakı mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün nəzərdə tutulan tədbirlər əks olunub.